Salam əziz şagirdlər. Bugün 9-cu siniflər üçün keçirilmiş birinci zona üzrə buraxılış imtahanlarının suallarına baxacağıq. İlk öncə 5-ci suala baxırıq. Hörmətli səyahətçilər, xahiş edirik uçuşunuzdan əvvəl ən az 2 saat əvvəl hava limanında olun. Pasportlarınızı və biletlərinizi yanınızda götürdüyünüzdən əmin olun. Bagajlarınıza yüklərinizi diqqətlə yığın və gətirə biləcəyiniz barədə nə gətirə biləcəyiniz barədə əsas qeydləri oxuyun. Səfəriniz üçün biraz yemək və su gətirməyi unutmayın. Təhlükəsiz və xoş bir səyahət arzulayırıq. Hörmətlə, Bravo Səyahət Agentliyi. Variantlara baxırıq. A variantında sərnişinlər agentlik tərəfindən yemək və su ilə təmin olunacaqlar. Burada deyir ki, səyahətçilərə özünüz gətirin. B variantında səyahət agentliyi uçuşa bir şey aparmaqla bağlı yeni qaydalar hazırlayacaq. Belə bir söz deyilməmişdi mətndə. C variantında sərnişinlər uçuşdan cəmi 1 saat əvvəl limanda olmalıdır. Xeyr, ən azı 2 saat əvvəl demişdi. Mətndə də bax gördüyünüz kimi 2 hours'dır. Buna görə C variantı yanlışdır. D variantında agentlik sərnişinlərdən pasportlarını və biletlərini götürməyi unutmamağını xahiş etmişlər. Bu doğru cavabdır. E variantında baxmadan inkar cümləsi varsa çıxırıq. Yəni səyahətçilər özləri ilə yüklərin aparılmasına icazə verilmir. Belə bir şey yox idi. 6-cı suala baxırıq. Əziz müəllimlər, bu şənbə günü saat 12-də parkda məktəb müəllimləri üçün piknik keçiriləcək. Ailə üzvləri piknikə qoşulmaq istəyirsə, avtobus səyahətinin yarısını ödəməlidir. Hər kəs naharını gətirməlidir. Gəlin və birlikdə əylənin. Hörmətlə, məktəb klubu. A variantı. Demək, müəllimlər gələn həftə sonu onlar üçün təşkil edən piknikə gedəcəklər. Yanlışdır. B variantında piknik həftə sonu tezdən keçirilir. Xeyr, günorta keçiriləcəkdir. C variantı ailə üzvlərinin piknik üçün nahar gətirməsinə icazə verilmir. Xeyr, hər kəs özü gətirməli idi. D variantında piknikdə iştirak edən hər kəs səyahətin yarısını ödəməlidir. Hər kəs yox, əlavə gələcəksə kimsə ailə üzvləri. E variantı müəllimlər naharlarını özləri ilə piknik aparmalıdır. Bu doğru cavabdır. 7-ci suala baxırıq. Əziz Katlin, demək, bu cümə əmim oğlunun evində keçiriləcək ad günü məclisinə səni dəvət edirəm. Ora necə, yəni yolu izah edir, necə çatacağını sənə izah edim. Maşınla birbaşa meşə yolu ilə gəlirsən, sonra Bronzeville'dan keçib və 13 burada yazılıb, yəni 13A'ya çatırsan, çıxışından çıx. Orada yolla aşağı sürün və sola dönün. Sağdakı ilk böyük ev, yəni həmin evdir. Görüşənədək, see you there, orada görüşənədək, hörmətlə, nə demək, sevgilərlə Mary. A variantında Kathleen Mary'yə əmsi oğlunun evinin ünvanını göndərir. Xeyr, bu Mary Kathleen'ə göndərir. Bunun üçün yanlışdır. B variantı Mary Kathleen'dən ad günü məclisinə əmisi oğlunun maşını ilə gəlməyini xahiş edir. Yanlışdır. O öz maşını ilə gələcək. C variantında Mary Kathleen'i ad gününə dəvət edir. Hansı ki, bu növbəti cümə günü baş verəcək. Ad günü, yəni olacaq ad gününə dəvət edir. Əslində Mary Kathleen'i dəvət edir, amma bu növbəti cümə günü yox, bu cümə günü olduğu üçün C variantı da yanlışdır. D variantında Mary əmisi oğlunun evini Kathleen'ə təsvir edir. Doğrudur cavabımız. E variantında isə Mary'nin əmisi oğlunun evi böyükdür və soldadır. Bu yanlış cavabdır. Cavabımız D variantı. Növbəti sualımız mətn haqqındadır. 8-dən 12-yə qədər. İlk öncə tərcümə edək. Kano Chrysalis nadir və rəngarəng bir, demək, Cənubi Amerikanın Kolumbiya bölgəsində yerləşən unikal və rəngarəng bir gölüdür. Çayın ətrafında çoxlu dağlar və göllər var. Kano, demək, Chrysalis müxtəlif əraziləri ilə məşğuldur. Buna görə də bu çaya tez-tez 5 rəngli çay və ya maye göy qurşağı da adlandırırlar. Bura qırmızı, qara, mavi, yaşıl, sarı kimi müxtəlif rənglər daxildir. Qırmızı rəng çayın altında bitən
qırmızı bitkilərdən qaynaqlanır. Bu rəng günəş işığından asılı olaraq dəyişir. Digər rənglər qara daşlardan, yaşıl bitkilərdən, mavi sudan və sarı qumdan əmələ gəlir. Kano daha doğrusu kano çirklənmədən və zərərdən qorunmaq üçün hər kəs əraziyə daxil ola bilməz. Turistlərin əraziyə daxil olmaq üçün demək ki, dövlətdən, hökumətdən xüsusi sənəd alması, icazə alması lazımdır. Turistlər Kano Kristalisini yalnız bələdçi vasitəsilə ziyarət edə bilər. Onlar Kanoya tur sifarişi edir və təbiətin bu möcüzəsindən zövq ala bilərlər. Lakin çaya getmək o qədər də asan deyil. Ziyarətçilər əvvəlcə vertolyotdan, sonra qayıqdan, daha sonra isə piyada getməlidirlər. 8-ci suala baxırıq. Mətnə uyğun olaraq cümləni tamamlamalıyıq. Demək, turistlər baxırıq görək, məsələn, A variantında deyir ki, təhlükəsizliyə görə qayıqdan istifadə etməkdən çəkinirlər. Bu uyğun deyil. Dəqiqə. Yanlış cavabdır. Əslində, ora qayıqdan da istifadə edirlər. B variantında bələdçinin köməyi olmadan, xeyr, without ümumiyyətcə inkarlığı bildirir. Biz də bilirik ki, əgər cümlədə demək, doğru cavab istəyirsə, inkar variantları çıxmalıyıq. C variantında deyir, turla səyahət etsələr, ətraf mühitə zərər vurarlar. Belə bir şey yox idi orada. D variantında demək, xüsusi sənəd alaraq çayı ziyarət edə bilərlər. Doğrudur, onlar xüsusi sənəd almalı idi. E variantında isə deyilir ki, çayın ətrafında əşyalar atmağa, zibil atmağa falan icazə verilir. Yanlışdır. 9-cu suala baxırıq. Mətnə uyğun olaraq suala düzgün cavabı seçməliyik. Demək, Kano Kristalisi nə məşhur edir? Yəni, onu xüsusi edən nə idi? Onun müxtəlif rəngləri idi də. C variantı doğrudur. 10-cu suala baxırıq. Bizdən səhvi soruşur. Heç düşünmədən C variantını götürürük. Çünki biz demişik ki, əgər səhv soruşursa, inkar variantı götürürük. 11-ci sualda mətn nə haqqındadır? Demək, baxırıq ki, bunun üçün ilk cümləyə baxırıq ki, unique and colorful, yəni qeyri-adi bir göldən danışır. A variantında Kano Kristalisinin dağları haqqında deyir. Bu yanlışdır. B variantında çayın altında bitən qırmızı bitkilərdən deyir. Yəni yanlışdır. C variantında turdan söhbət gedir. D variantı different lakes, Kolumbiyada müxtəlif göllərdən söhbət gedir. Burada yalnız bir göldən söhbət gedir. Cavabımız E variantı unique, nadir. Unique sözü birinci. Baxın, burada da var. Yəni doğru cavabımız demək E variantı. 12-ci suala baxırıq. Yenə doğru cavabı soruşursa, biz demişik ki, onlu olan variantları çıxmalıyıq və bizdən doğru cavabı soruşursa, doğru variantları götürməliyik. Yəni, adətən təsdiq variantları. 2-yə baxırıq ki, günəş təsir edir çayın rənginin dəyişməsinə. Bu doğrudur. Bayaq orada da deyildiyi kimi mətndə. 3-cüsü, demək ki, dağların deyir, dağların ərazisində yerləşir. 3 də doğrudur. Doğru cavabımız 2-3. 4 yanlış cavabdır. Helikopter, sonuncu deyir, nəqliyyat vasitəsidir ora çatmaq üçün, amma yox, birinci helikopterdən istifadə edirdilər. Cavabımız 2-3. 13-cü suala baxırıq. Possessive case yiyəlik halı soruşur. 1 doğrudur. Yer məkan bildirdikdə yiyəlik haldan sonra isim gəlməyə bilir. 2 də doğrudur. 3 yanlış, 1-2 cavabımız C variantı. 3 yanlışdır. Əgər zisdən sonra hər zaman apostrof es olar, es apostrof olmaz. 4 yanlışdır. Həm mən tək isimdir. Hətta cəm olsa belə kökündən dəyişən isimlər hər zaman apostrof es olur. Cavabımız C variantı. 14-cü suala baxırıq. Bağlayıcıdır. Nayzə orla olmur. Boz nayzə nor olar. Boz ənd olar. Ayzə or olar. Nayzə əndlə işlənmir. Cavabımız C variantı. 15-ci sualda məhsul növü istəyir, passive voice. Bunun üçün tamamlığa fikir veririk. A birthday party gəlir cümlənin əvvəlinə, digər variantları çıxırıq. Cümlə keçmiş zamandadır. Mübtədamız tamamlığımızla tək olduğu üçün was verməliyik. A birthday party was organized last month. 16-cı suala baxırıq. Mən flight, yəni uçuşum ərzində xoşbəxt və luck olar da cavabımız, yəni doğru, digər variantlar uyğun gəlmir. Çünki mənim deyir ki,
mən uçuş ərzində şanslı və xoşbəxt idim. Çünki mənim demək oturacağım, yəni pəncərənin yanındaydı. Cavabımız E variantı. 17-ci sual definition'dır. Daha doğrusu sözlərin mənasını tapmalıyıq. Birinci sual disturb, narahat etmək. İkinci sual görmək, baxmaq, söz daha doğrusu sezmək. Üçüncü isə attend, iştirak etmək deməkdir. Notice sözündən 2 görmək, C də görməkdir. Demək 2-yə gedər A variantı. To be present, demək iştirak olmaq. Hər hansı bir yerdə indi olmaq, attend, iştirak etmək 3-ə gedər B variantı. Disturb, narahat etmək, demək bir də gedir C variantı. 1C, 2A, 3B cavabımız B variantı. 18-ci sual close meaning, yəni eyni mənalı sözü soruşur bizdən. Cavabımız tired, exhausted, ikisi də yorğun, əldən düşmüş, taqətdən düşmüş mənasını verir. 19-cu suala baxırıq. Cümlədə if var. Ifdən əvvəl gələcək zamandırsa, ifdən sonra indiki sadə zaman olar. Cavabımız A variantı. 20-ci sual agreement mövzusudur. Mübtəda xəbər uzlaşması və əgər cümlədə of varsa, ofdan əvvələ baxırıq. Söz önündən əvvələ tək isimdir. Tək xəbər götürməliyik. Cavabımız 2, 3, B variantı. 21-ci suala baxırıq. 21-ci sual bu demək preposition mövzusudur. The shop which is next to the house. Weekend ətinə işlənir. İkinci tərəfdən biz bilirik ki, weekend var. Bura mütləq ət olmalıdır və next to cavabımız B variantı. 22-ci sual. Baxırıq ki, oldest sifətin üstünlük dərəcəsi hər zaman Z artikli ilə işlənir. Cavabımız D variantı. In the city olur. Söz önlərindən də sonra adətən Z artikli gəlir. 23-cü sualda regular verbs, qaydalı feilləri soruşur. Cavabımız E variantı. Call və sneeze, introduce. 24-cü suala baxırıq. Yenə də tərcümə xarakterli sualdır. Crowded, izdihamlı. Having a lot of people, too many people. Çoxlu insanların olduğu. Demək, bir B variantı, birə gedər B variantı. İkinci, mild, yumuşaq, yəni çox güclü olmayan, mülayim, 2-yə gedər C variantı. Ordinary, adi, not unusual, qeyri-adi olmayan, 3 isə A variantı. 1B, 2C, 3A cavabımız B variantı. 25-ci sual, cümlənin sonunda söz önü var, from varsa V-yə və əgər cümlənin sonunda söz önü varsa who işlənər. Cavabımız 3, 4. Bu isə essedir. Demək, ən az 35 söz tələb edir. Ümid edirəm ki, yazmısınız esseni də. Növbəti və digər dinləməni də əlimizdə dinləmə olmadığı üçün dəqiq cavablarını deyə bilmərəm. İzahlarımız bu qədər. Hər kəsə uğurlar arzulayıram. Əgər izahlarımız sizin üçün faydalıdırsa, kanala abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.